Astral səyahət, ruhun bədəndən ayrılaraq istənilən yerə getməsinə astral səyahət deyilir. Ölkəmizdə bunu edənlərin sayı günü-gündən çoxalır. Bəs siz astral səyahət etmisinizmi? Həkim salam. Bəli Samir bəy, buyurun. Həkim, qərarımı verdim. Mən də astral səyahət eləyəcəm. Artıq bunu hazıram. Samir bəy, bilirsiniz də astral səyahət təhlükəlidir. Əgər siz astral səyahət eləmək istəyirsinizsə, qaranlıq otaqda və tək olmalısınız. Həkim, mən bunu nətər tək eləyimi? Bir otaqlı öydə 5 nəfər qalırıq. Olar elə. Heç nə olmaz Samir bəy. Onda gözləyin. Hamı yatandan sonra gedin astral səyahətə. Və astral səyahətə getməmişdən qabaq 3 dəfə gedirəm deyin. Yaxşı həkim. Bu nətər astral səyahətini? Gedirəm. Bala get, gələndə də mağul adası gəldi. Elə getmək yox. Çəkir sənin vaxtında nereye gedirsən, ot yerində. Az heç yerə getmirəm. Başınız atın yatır.